Değerli izləyicilər, bugün biz əməliyyatdan bir həftə sonra əməliyyat qalxanı Nəzər Vəzirin zəhərli zor deyilək arasında Graves xəstəliyinə görə müraciət bir pasiyenti əməliyyat etmişdik və bugün bir həftədən sonra təkrar kontrol müayinə gəlib, əməliyyat sahəsinə baxıldı, yarada bir narahatçılıq yoxdur. Və qısaca da istərdim ki, pasiyent öz xəstəliyi barəsində məlumat versin. Nə qədər vaxt bu xəstəlikdən əziyyət çəkirdi? 6 aydır bu hastalıktan əziyyət çəkirəm. Amma hormonlar normaya düşmür və dərmanlar qəbul etməsinə baxmayaraq. Necə oldu bəs əməliyyat qərarı verildi sizə? Dərmanlar ağır olduğu için de bu ameliyatlıktır. Ama Karaciğer'de ise sana problem yarandı da öyle. Yani ben Türkiye'ye de gitmiştim. Orada da hekimler dedi ki ameliyatlıktı. Burada Azerbaycan'da yaşadığım için sizi araştırdım. Bir iş yoldaşımın annesi de sizde ameliyat olmuştu. Ben geldim Instagram'dan ameliyatlarınıza falan baktım. Sonra sizi kontrol ettim. Dedim ki ben burada ameliyat olacağım Azer hekimle. Biliyorsun ne hissediyorsun? Yaxşı. Ameliyattan sonra da yani ben ailemde de bir iki nefer de Türkiye'de ameliyat oldular. Ondan eziyet çektiler. Ama ben ameliyattan sonra da eziyet çektim. Peşin arası yok. Gücün ameliyatta irtifalı ellerden istifadə Bizdə səs yazını istifadə etmişler ameliyat zamanı. Sənə sesini cihazı. Hatta o yakınlarım mesela bir hafta falan danışabilmediler. Ama sen ameliyattan sonra şimdi başladın. Onlarla aynı danışırdım. Onlar da şaşırdı ki yani bu neden olabilir. Dedim burası genişletti. Azer hekimliğimiz var. Gerçekten ameliyat edildi. Sağ olun, var olun, eliniz bonunuz var olsun. Artık yanı dərmandan da belə deyək, uzaqlaşdı, tirazolla artıq isimli. Bu ildən Sonra dərman var, onun için hem o da ömür var. Bəli, əvəzedici hormon terapiyasıdır, bəli. Graves xəstələrində. Graves xəstələrində burada total köləklənmə əməliyyatı icra olunmalıdır və tanışmalıdır ki, təkrarlama olmasın. Bir sənin gözünə bir narahatçılıq olmamışdır. Yəni gözü şişkin isə, ancaq öncədən də belədir gözlər. Burada bəzən görürsən ki, qorxaq xəstələr olur. Həkimlər deyən, endokrin onlarla əməliyyat qərarı verirlər, amma o pasiyentlər qorxur ki, yox, əməliyyat qorxuludur, belə olar, elə olar. O haqda nə demək istəyir? Ben de korkuyordum. Sen de korkuyordun. Yani 200 kilo verdim ben ameliyattan önce. Mesela 78 kiloydum. Ameliyattan çıktım 75 kiloydum. Bayağı bir yani stres yaşadım ben. Normalde ayağımdan da ameliyat oldum ama o stresi yaşamamıştım. Burada işte boğazınız kesilecek bilmem ne böyle psikolojik bende bir şey oldu. Yani bir hafta oldu bayağı bir stres yaşadım. Ama baktım ki öyle değilmiş yani. Allah kömək olsun, Allah şəfa versin. Allah hemşesi var. Bizdə də xidmət də yaxşı oldu. Yüksək seviyede herhangi hiçbir problem yaşamadım sizden veya kömekçilerden ve seslerden sağ olsunlar. Herkes çok yaxşı ilgilendi. Ben çok memnun kaldım. Komandamızda mükəmməl. İsmet Doktor sağ olsun. Çünki yüksək seviyədə və insanlar kömək etdi. Allah şəfa versin. Sizə herkesten Allah razı olsun. Allah sizi müşəvvər etsin. Çok sağ ol. Sağ ol. Geçmiş olsun. Sağ olun. Allah kömək olsun. Sana yolunuz açıq olsun. Sağ ol. Sağ olun. Sağ olun. Bir aydan sonra görüşürüz. İnşallah. Gidebiliriz. Sağ olun. Bir senetlerim var. Buna Evet, kalkın. Sağ olun. Ne demek?